1946-cı il martın 18-də İran məsələsi BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarıldı və martın 26-sında bu məsələyə baxıldı. Aprelin 4-də isə Moskvada SSR və İran hökumətləri qalan qoşunların da çıxarılması haqqında razılığa gəldilər. Həmin tarixdə Tehran şəhərində imzalanmış Sovet-İran sazişinin 3-cü maddəsində deyilirdi: Azərbaycan məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara görə hökumətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinc yolu tapılacaqdır. Bəli, 120 il əvvəl olduğu kimi Azərbaycanın şimalına və cənubuna sahiblənmiş iki imperiya Azərbaycan xalqının maraqlarını görməzdən gələrək yenə öz aralarında razılaşdılar. Müqavilədə yazıldığı kimi dinc yoldan söhbət belə gedə bilməzdi. Yenə havadan qan qoxusu gəlirdi.